Kürdəmir rayonunu salamlayıram. Yenikənd kəndini salamlayıram. Kürdəmir rayonunun Yenikənd kəndində xeyriyyətçilik nümunəsi nümayiş etdirilib. Kənd sakini İbrahim Mustafayevin təşəbbüsü ilə kəndin daxili yollarında işıqlandırma sistemi quraşdırılıb. Tədbir çərçivəsində kənd sakinləri üçün geniş qonaqlıq təşkil olunub. Səmimi və mehriban şəraitdə keçirilən məclisdə kənd ağsaqqalları, ziyalılar, ictimai fəallar və rayonun tanınmış simaları iştirak ediblər. Qonaqlar çıxış edərək görülən işlərin əhəmiyyətindən bəhs edib, İbrahim Mustafayevin təşəbbüsünü yüksək qiymətləndiriblər. Məclisdə iştirak edən tanınmış şəxslər sosial layihələrin kəndlərin inkişafına, insanların rifahının yaxşılaşmasına və həmrəyliyi güc olması xidmət etdiyini qeyd ediblər. Mən bu günləri doğulduğum, böyüdüyüm, başa çatdığım Kürdəmir rayonunu salamlayıram. Yenikənd kəndini salamlayıram. Bölgə TV'nin bütün kollektivini salamlayıram. Bugün Yenikənd kəndində gözəl bir tədbirdik. Bu tədbir nə tədbiridir? Musiqili, gözəl bir tədbirdir. Bu kəndin sahibi, bu kəndin sakini Hacı İbrahim qardaşımız və gördüyümüz bu kənd yolunu Yenikənddən kəndin axırına qədər işıqlandırıb, öz vəsaiti hesabına işıqlandırıb və onun növbəti işi həmən yolun kənarı ilə şagirdlər üçün, xalq üçün, millət üçün piyada yolu çəkməkdir. El üçün yanan insanlara eşq olsun söyləməkdən başqa heç nə deyə bilmərəm və deyə bilərəm ki, Allah qorusun, Allah ona bundan da böyük imkanlar versin ki, xalqına, millətinə, kəndinə, doğulduğu bir ünvana belə bir dəyər verir. Allah bundan sonra da ona imkanlar versin və kəndinə, Kürdəmirin ayrı-ayrı çətin yaşayan ünvanlarına hər zaman yardım etsin. Öz adımdan, Məqsəd Aranlı adından Hacı İbrahim qardaşıma çox böyük təşəkkürümü bildirirəm. Allah onun imanını versin, Allah onu xoşbəxt eləsin. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz bizim kəndə. Öz adımdan, kəndimiz adından sizə təşəkkür edirik. Allah Hacıdan razı olsun, Hacı İbrahimdən razı olsun ki, bu gözəl işi bizim cəmaat üçün, bizim kəndimizi görüb. Peyğəmbərimiz buyurur ki, 3 şəxsin əməl dəftəri bağlanmaz. Birinci buyurur ki, sədəqə-i cariyə, yəni insanlara xeyir iş qoyub gedər. O insan dünyasını dəyişsə də onun əməl dəftəri bağlanmaz. İkinci salih evladdır. Üçüncü də Peyğəmbərimiz buyurur ki, salih elm adamdır. Hər birinizə təşəkkür edirəm. Allah hacının da qazancına bərəkət versin. Allah dövlətimizi qorusun. Allah-u Teala bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfalar versin. Allah sizlərdən də razı olsun. Əvvəla xoş gəlmişsiniz bizim kəndimizə. Allah Teala hər bir kəsin canını sağ eləsin. Belə bir mömin işlərdən görsün. Hər bir kəs gözəl belə bir iş görsə, gözəl bir nəsə bir iş qursa, kəndin adı fəxridir. Allah canını sağ eləsin. Allah kömək olsun. Allah Teala mərdimazardan uzaq eləsin. Çox sağ olun, var olun. Xoş gəlmişsiniz bizim kəndə də. Çox sağ olun ki, bu verilişi yayırsınız. Çox sağ olun, var olun.